Bir zamanlar qatarlarımızın hərəkət etdiyi yerlərə yenidən, daha güclü, daha inovativ qaydırıq. Biz böyük qaydışın bir parçasıyıq. Horadiz Ağbənd, Bərdə Ağdam, Ağdam Xankəndi. Bütün bunlar bizi böyük arzularımıza çatdırır. Horadiz Ağbənd xəttinin davamı Zəngəzur dəhlizindən keçərək Naxçıvana gedən yolumuzu bərpa edəcək. Təsəvvür edirəm ki, Asiyadan Avropaya gedən yüklər həm bu yolla, həm də Bakı-Tbilisi-Qars xətti ilə daim hərəkətdə olacaq. Əsrlər əvvəl olduğu kimi bu yollar yenə də canlanır. Bu, ölkənin, iqtisadiyyatın gücünü daha da artıracaq. İndi isə yeni yolun hekayəsi yazılır. Həyat qayıdıb, infrastruktur yenidən qurulur. Bu uşaqlar bu yerlərin ümidi və gələcəyidir. Böyük qayıdışın hər bir mərhələsi bayramdır.